Bu da dünyanın sonu. Əzraillə görüşürük. Bu vaxta da hər kim Muxtarla həbs olunubsa, edam eləmişik. Axırıncı kör bir kişi idi, İbn Əfif adında. Hə, qalx Muxtar. Qonağım var. Mənəm Əbu İsaq, əmin oğlu Zaidə. Zaidə, sən burada dünyanın axırında nə inirsən? Canını almağa gəlmişəm əmoğlu. Sən Allah, gəl bu inatkarlığından əl çək. Bir kəlmə de peşmanam, bu cəhənnəmdən xilas ol. Allaha and olsun, əmirdən üzr istəyib peşman olduğunu bildirsən, sənin azadlıq hökmünü alaram. Deməli, əmim oğlu əhli qəbristanlığın ziyarətinə boş yerə gəlməyib. Ölənlərini yada saldığın üçün çox sağ ol. Amma bu qəbristanlıq sənin mənə təklif elədiyindən şərəflidir. Əbu İsaq, Allaha and olsun ki, tövbə edib təqsirini boynuna almasan, əmir səni öldürəcək. Allaha and olsun, mən onu öldürəcəm və sifətinə ayağımı qoyacam. Çox təəccüblüdür. Zəncirdə də dikbaşlığından əl çəkmirsən Əbu İsaq? Bəzi əl aşiqləri kimi sənin də xəyalpərəst olduğunu eşitmişdim. Amma inanmamışdım. Xoş gəlmişsən Əsma. Bugün burada eşitdiyini qulağında sırğı elə. O günə qədər ki, Allahın möcüzəsini sənə göstərim. Gözünün yarası üçün məlhəm gətirmişəm Əbu İsaq. Kaş ürəyimin yarası üçün məlhəm gətirəydin. Aman sənin acı dilindən. Əsma şahiddir ki, məlhəmi nə çətinliklə, necə kələklə gətirmişəm. Zəhmət çəkmirsən əmi oğlu. Bu göz yarası tənhalığımın həmdəmidir. Biz dost olmuşuq. O mənim sirdaşım və səbirdaşımdır. Yaxşılaşsa, ürəyimin dərdinə qulaq asan olmaz. Get. Sənin məlhəminə ehtiyacım yoxdur. Ürəyimdə sevinirdim ki, əmim oğlu üçün nəsə bir iş görəcəm. Bu sevinci mənə çox görürsən, əmi oğlu. Cəhənnəm olun, bir qeyrət namüsəlmanlar, satqın muzdurlar. Qudurmusan, başına hava gəlib, dəli, qoğuldum. Məkkədəki bacım Süveyhəyə məktub yazdı ki, ərindən xahiş eləsin ki, Yezidə məktub yazıb, azad olmağımı istəsin. Öldürəcəm səni, mən səni öldürəcəm, satqın. Bu qaranlıq zindan da səni adam eləmədi. Heyif ki, yuxarıdan göstəriş var. Yoxsa yoğun boynunu qırardım. Sənə yaxşılıq eləmək haramdır. Mən axmaq da yaxşılıq eləyib qohumuma baş çəkmək istəyirdim. Diri-diri bastırılmağa layiqsən. Bu qəbirdə o qədər qal ki, çürüyəsən. Elə burada da öləsən.
Qurbanınız olum. Əmir əl-Möminin Yezidin məktubudur. Gülməli deyil müsəlman. Dağıdıcı küləklərin yerindən tərpədə bilmədiyi bir adamı balaca bir yara diz üstə çöktürüb. Bulab Nəmrudya Şəddadın qulağına girib canını alan ağca qanadın məsələsinə dönüb. Sizdən uzaq olsun. Bizim cavan xəlifəmiz necədir qasid? Allah eləməsin, kimsə işrətinə mane olmur ki. Xeyr, şükür Allaha ki, xəlifənin eyş işrəti yerindədir. Allaha min dəfə şükür. Onun mübarək canına bir şey olmasın. Biz fədailərin başına nə gəlirsə qoy gəlsin. İbn Hüreys, Bəli, əmir. xəlifənin qasidini aparıb şahanə bir qonaqlıq verin. Yəqin ki, yol onu çox yorub. Bəli, ya əmir. Üf, ləhnət olsun bu qədər alçaq rəzilə. Hərdəm xəyal alçaq, əyyaş. Əməlli başdağını çıxarıb. Nə qədər ki Hüseyin sağ idi, hey məni məcbur eləyirdi ki, öldür, Hüseyini öldür, Hüseyini öldür. İndi ki Hüseyin öldürülüb, hey təəssüf və peşmançılıq hissi keçirir. Meymunbaz, arvadbaz, min bir oyun çıxarır, amma qazilik eləyir. Axmaq cavan, mənim bütün əkdiklərimi bir ağsaqqala salavatı ilə biçib havaya vermək istəyir. Ulaq Muaviyyənin siyasətindən zərrə qədər iş aparmayıb. Nə yazıb ki, bu qədər həyəcanlısan? Axı nə yazıb? Özünün ölüm hökmünü öz nalayı qəri ilə imzalayıb. Götür oxu. Yazıb ki, yuvanmadan Muxtar Səqəfini zindandan azad elə. Niyə? Çünki Ömər ibn Xəttabın şahidliyinə görə Muxtarın Kufa hadisələrində əli olmayıb. Kütbəyin kişiciyəz namərd. İkinci xəlifənin oğlu Muxtarın bacısının əridir. Məlumdur ki, onun tərəfində olacaq, əleyhinə yox. Yəqin ki, Muxtar bacısından istəyib. Bacısı da arvaddan qorxan ərini məcbur eləyib ki, ya da biraz yalanla, ya da biraz mauzə ilə, biraz da qara qışqırıqla Yezidə məktub yazıb, Muxtarın azad olmasını tələb eləsin. Tüh, atası fərsiz adamın qəbrinə. Niyə öz qanını qaraldırsan? Sən də xəlifəyə məktub yaz, onu həqiqətdən xəbərdar elə. Alınmır məqəl, alınmır. Yezid Hüseynin macerasından qorxub, son yazdığı məktublarda qəzəbini bizdən çıxır, hər şeyi bizim başımızda sındırır. Bizim istədiklərimizə ya cavab vermir, ya mənasız bəhanələrlə başından eləyir. Neçə dəfə yazdım ki, Səhədin oğlu üçün reyin imarətinin hökmünü göndər. Hanı, göndərdi? Anası ölmüş Kərbəla hadisəsində az xidmət göstərib, o qədər bugün sabah elədik ki, yazıq dəli oldu. Yaxşı, bəs nə eləmək istəyirsən? Yezid bundan artıq xidmətə layiq deyil. Onu azad eləyəcəm. Muxtarı azad eləyəcəm ki, yuxu və dinçliyi xəlifəyə haram eləsin.
Səni sağ görməyimə şadam Muxtar. Artıq azadsan. Azadsan Muxtar. Ümidvaram zindan sənə ibrət dərsi olub. Tərs xasiyyətini biraz cilovlamaq üçün. İnsan qəribə məxluqdur. Elə bil, üsyan eləmək daxilindən gəlir. Eynən cəddi bəşər övladının atası Adəm kimi. Bizim hamımızın ehtiyacımız var ki, hərdən bir yüyənimizi boşaldıb darsınlar ki, ürəyimiz istəyən yerə getməyək. Şəxsən xəlifənin vasitəçiliyi bahis oldu ki, səni öldürməyim. Əlbəttə, İbn Hüreysin canına dua elə və əziz bacının ərinin canına. Biri bunu məndən istəyib, o birisi də xəlifədən. Sən azadsan, Muxtar. Azad, azad. Yalnız bir şərtlə, Küfədə qalma. Sənə 3 gün möhlət verirəm ki, Küfədən gedəsən. 4-cü gün Küfədə görünsən, qanın öz ayağınadır. Bayra. Əmir, bilirsən onun azad. Bu əjdahanın azad olması mənim istəyim deyil. Şəxsən xəlifənin istəyidir. Odur ki, məni də anlamayın. Bu da xəlifənin qəti əmri. Özünüz oxuyun. Xəlifə nə üçün belə bir səhv eləyib? Adəm övladı xətakardır, şümür. Əlal xüsus Yezid kimisi, onun şairliyi də var. Şairlər dəyişkən olurlar. Coşqun bahar havası kimi. Gah yağış, gah da günəşdə olurlar. Bu ki, bizim qətlimizin hökmüdür. Bəli, Yezidin özü də Muxtarın təhlükəsindən amanda deyil. Onda nəsə iş görməliyik. İbn Səd, sən özün xəlifənin sözlərini oxudun. Mənim əlimdən bir iş gəlməz. Əgər siz bir iş edə bilsəz, yubanmayın. Bəli. Muxtarı öldürməliyik. Öldürün. Amma Küfədə yox. Mən ona 3 gün möhlət vermişəm ki, Küfədən getsin. Əgər möhləti bitirmədiyi vaxtda Küfədə onu öldürsəz, məcburam xəlifənin əmrinə əməl etməmək cəzasına görə sizdən qisas alam. Səbr eləyin Küfədən çıxsın. Küfədən kənarda öldürülsə, mənə dəxli yoxdur. Qapı döyürsən, yoxsa şıllah vurursan? Qapını sındırdın. Öz tövlənin qapısı olsaydı belə döyərdin? Əleykə salam, bibi qurban. Necə də ədəbli, nəzakətli oğlansan. Ana haradadır? Afərin gül balam. Afərin başımın tacı. Nə badə bir miskal dilibi tərpədəsən. Dərhal boğazın gələr. Sən nəyə görə anamdan və bu evdən əl çəkmirsən, bibi? Vay, vay, vay. Allah göstərməsin.
Nə acı və tikanlı dilin var. İvan səndən şükürlüdür. Həyasız uşaq. Yaxşı da elə bığ yerin tərləməyib. Bığ saqqalın çıxsa başımız oyun açarsan. Mən Muxtarın oğluyam, bibi. Bunu qulağınızda sırğa eləyin. Yaxşı, yaxşı. Mən Muxtarın oğluyam. Elə bilir ki, İskəndər şahın oğludur. Sən də, atan da əzab mələyisiz. Zəmanə dəyişib, ay Allah. Bir qarış boyu var, nə boyda quyruq çıxarır. Nə qohum əqrabaya hörmət eləyir, nə də böyüklərə. Nə olub sənə bacım? Niyə rəngin qaçıb? Bu uşaq məndən nə istəyir? Ey ay bacı, bu mənim bədbəxtçiliyim, səninsə yanmış taleyindir. Gündə bir dəfə məni qazana salıb qaynadır. Dəvə tikanının tumurcuğundan gül çiçək çıxmaz bacı, belə çuvaldız çıxar. Muxtar sənin üçün nə gül dəri oğlu da gülab çəkə. Hamısı öz günahındır bacı. O qədər Muxtarın qabağında dinməmisən ki, bu uşaq da bunları görüb atasının yolu ilə gedir. Əda deyil, atasından ötürü darıxdığı üçün belə eləyir. Ana, bax gör atama oxşuyur. Ana qurban, get, götür get. Sabit, hardasan? Ömər necədir cariyə? Uşaqlar necədirlər? Əlivi öpürlər. Özün necəsən? Dünənki kimi. O biri günlər kimi. Hələ də Muxtarın olmamağını öyrəşə bilməmişəm. Hər qapı tıqqıltısı ürəyimi yerindən oynadır. Yuxularım kabus olub. Elə ki başımı yerə qoyuram, Muxtarın başını nizədə görürəm. Niyə özvə bir gün ağlamırsan bacı? Muxtarın az dost daşnası yoxdur. Sən niyə paxıl deyilsən Nariyə? Bir Nazənin günü bacına bax, ortalığa düşüb hamıya ağız açır ki, Muxtar üçün bir iş görsün. Məlum məsələdir, Muxtarın qulağına çatsa, ömrə Muxtarın başının tacı olacaq. Sən də otur, özü çivi ye, kabus gör. Sabah Muxtar azad olsa, sənə olan o azacıq məhəbbəti də ömrəyə nəsib olacaq. Sən dua elə ki, Muxtar azad olsun. Mehri məhəbbətini də ömrəyə bağışlayıram. Muxtar azadlıqda olanda onu yarım kişi kimi görürdüm. O vaxt onun yarısı mənim idi, yarısı da ömrənin. Həbs olunandan sonra anladım ki, təkcə onun kölgəsi belə 10 kişiyə dəyər. Ah, sən nə qədər sadəlüh və ürəyi açıqsan. Ömrə mənim günüm olsaydı, ürəyini şişə çəkib yiyərdim. Sənin də ürəyin xoşdur ki, ərin var. Ərinin kölgəsinin soyuqluğu sənin, istiliyi isə Ömrə xanımındır. Kədərlənmə. Bəlkə elə bu günlərdə başımın kölgəsi azad oldu. Allahı nə bilmisən? Nəsə eşitmisən, cariyə? Ömər dodaqaltı bir-iki söz gövşəyirdi ki, yaxşı başa düşmədim. Güya Səfiyyənin əri Yezidə məktub yazıb və ondan Muxtarı azad eləməsini istəyib. Bacı, Yezid Şamdadır, Muxtar isə Küfədə həbsdə. Səfiyyənin əri gərək İbn Ziyadə məktub yazaydı, Yezidə yox. Bəlkə də yazıb, hardan bilsinlər? Ömər saraydan qaydana qədər səbr eləyək. O it kimi iyi bilir. Yəqin bir xəbər var. Muxtarın azad olması haqda buruna nəysə iyi deyib. Nə bilmək olar? Ömər saraydan qaydandan sonra bəlkə hər ikimizi sevindirdi.
Sən ərinə qovuşarsan, mən də ki, Rey mülkünün şahının xanımlığına. Bir aydır ki, Rey səfəri üçün yükümü yığıb boğçamı bağlamışam. Bilmirəm xəlifə nə üçün bugün sabah? Ne oldu cariye? Hüseynin başının əvəzində Rey mülkü çox dəyərsizdir. Ömər Səd gərək Süleyman Peyğəmbərin mülkünü istəyəydi. Muhtar. Cariyə, sən də, ərin də Rey mülkünün padşahlığını özünüzlə qəbrə aparacaqsınız. Bu Peyğəmbər övladının vədəsidir. Siz Rey mülkünün hətta bir buğdasını belə yeməyəcəksiniz. Get cariyə. Evimdə zəif bir məxluqun qanını tökmək alçaqlıq sayılmasaydı, başını bədənindən ayırardım. Üfunətiniz küfənin havasını zəhərləyib. Muhtar. Bütün küfe senin kesici kılıncın olduğunu bilir. Elə bilirdim ki, muhtarın kılıcı ne kadar iti olsa da qohum əqrəbəsinin damarını kesmez. Nariyə, bu ifritə vərinin qılıncı Allahın qanını töktü, Allahın damarını kəsdi. Hüseynin qanı Allahın qanı idi ki, Kərbala səhrasının isti qumlarının üstünə töküldü. Bu sonuncu dəfədir ki, şeytan öz murdar nəfəsi ilə muxtarın evini murdarlayır, zəhərləyir. İtil. Onsuz da vəhşiydi, biraz da vəhşi elədilər. Allah bu cür boynuzsuz div qardaşı çölün qurtlarına da nəsib eləməsin. Ey yaralanmış aslan, evinə xoş gəlmisən. Ey yaralı şir, evinə xoş gəlmisən. Ey usanmaz igid, mənzilinə xoş gəlmisən. Ey yaralı şir, evinə xoş gəlmisən. Bu da təranə, rəqs və şadlıq ordusu. Mələklərin qanadında uçun ki, dərd-qəm unudulsun. Gəlin, gəlin əllərinizlə sazı səsləndirin. Xumar gözlərin süzməsinə rəqs eləyin. Tərpədin əllərinizi, boynunuzu, belinizi. Əmirin canından və cismindən qəm-qüssəni uzaqlaşdırın. Nazını çəkin, rəqs eləyin, əstirin. Halım yamandır bu gecə, aman gecə, yaman gecə. Halım yaman olur gecə. Rədd ol boşboğaz. İtilin buradan haramzadalar. Məndən iyrənirsiniz, mənə görə burnunuzu tutursuz. Mən iyi verirəm, avaralar. Mən iyi verirəm, nanəcib murdarlar. Mən iyi verirəm, avaralar. Mən iyi verirəm. Bütün bu tüstülər
Sənin təndirindən qalxır. Bağışla. Nankor qədir bilməz. Rəhm elə. Sən hər Bağışla gecə məni. bu mələklərin Bağışla. bəhanəsi ilə Rəhm məni elə. incidirsən. Bağışla. Əzab verirsən. Bırak. Səni boğub öldürəcəm. Əmin gəlsin. Təlxəyin biri təlxəy. Yox. Mən iyi verirəm. İyi verirəm. Cavab ver. Mən iyi verirəm. Məgəl. Məgəl. Məgəlcan. Məgəl. Məgəlcan. Ölmə. Məgəlcan. Ölmə. Ölmə. İt oğlu hokkabaz. Yine de haber var. Sən mənim atamın qəbri. Özünə rəhmin gəlsin. Bundan sonra gece təranələri qadağandı. Başa düşdünüz? Başım. Başım. Ay. Nə olub? Niyə tufana dönmüsən? Dilim ağzım qurusun. Cin görmüsən? Yoxsa bu zəiflər qorxudublar? Eşitdiyin kimi, bundan sonra bizim adımıza və dərdimizi unutturmaq üçün məclis qururlarsa, təşkil edənlərin boynunu vuracam. Bu həyasızların baxışları mənim üçün yüz söyüşdən də pisdir. Mən elə baxırdı ki, elə bir murdar görüm. Murdar. Yox. Sən Yezidin düşünülməmiş verdiyi qərarlarından narahatsan. Bunu da anası ölmüş məqəlin başında çatdadırsan və bu əməlinlə sevinirsən? Bu başıboş nadan cavana bac verməkdən lap yorulmuşam. Hüseynin məcarasında da uzun qulaqlıq elədim. Nə qələt elədiyimi bilmədim. İpimi bir dəfə bu meymunbazın əlinə verdim. Elə bir quyuya düşdüm ki, 7 arxa dönənmə də bəsdi. Şuursuz əblə. Bizim dalımızda durmağa cürəti çatmadı. Hər şeyi bir dəfəli inkar elədi. Kül onun axmaq başına. Qalardın, gözün sağalardı. Sonra gedərdin. Mən sürgün olunmuşam Nariyə. Sürgün olunmaq nədir ata? Yəni evimi, şəhərimi tərk eləməliyəm. Kimisə evindən, şəhərindən qovurlarsa onu sürgün eləyirlər. 3 gün möhlət veriblər. Belə deyil. Elədir. 3 gün möhlət veriblər, aman yox. Nariyə, ürəyimdə elə bir ateş var ki, sönsə ölərəm. Qadınların göz yaşı kişilərin ürəyini söndürər. Mən olmayanda dözümsüzlük eləmə. İstəyirsən Muxtara mübarizəsində kömək eləyəsən, onda dözümlü ol. Sabit. Bəli ata. İndi evin kişisi sənsən. Ürək parələrimi sənə tapşırıram. Söz ver ki, anan və bacınla mehriban olacaqsan. Elə iş görmə ki, səndən incisinlər. Çətin işdir. Amma siz istəyirsinizsə baş üstə. Nə vaxt Cariyə bibi və tulaları bizə gəlsə, anamla mən davadalaş edirik. Nariyə, yaramın üstünə duz səpmək istəyirsənsə, Cariyə ilə gediş-gəliş elə.
Özünə yazığın gəlsin. Cariyə ilə oturub durmaq səni cəhənnəm əhli eləyər. O bizi aldattı. Qayıdın. Hə! Hardasa buralardadır. Atlarınızdan enin. Çayın sahilini axtarın. O buradadır. Qamışlıqda gizlənib. Bir-birinizdən ayrılmayın. Yoxsa qanınız hədərə gedər. Tək gəzməyin. Üç gəzin. Muxtar yaxşı qılınc vurandır. Qamışlığı qarış-qarış axtarın. Buradan eynirsən. Bəs sənin suvarin hanı dostum? Dayan, dayan. Yaxşı, əsəbləşmə. Başa düşdüm. Əbu İshak çətinliyə düşüb. Səni də göndərib ki, kömək aparasan, hə? Hə. Düz fikirləşmişəm, dostlar. Əbu İshak çətinliyə düşüb. Köməyə gedirik. Sən yolu tanıyırsan. Düş qabağa. Süvarisiz at tələymiş ay axmaqlar. Niyə ağlınıza gəlmədi ki, yolu bağlayasınız? Mənim ağlıma gəldi. Dəstə başçısı sənsən. Dedin gedək, mən də danışmadım. Kəs! Eşidin, hamınıza deyirəm. Tələsin, buradan qaçmalıyıq. Tələsin axmaqlar, qaçmalıyıq. Tələsin! Qaçın! Tez olun! Neynirsən ay axmaq?
Onların arxasınca getməyin. Yaralılarını əsir alın. Gərək onları etiraf elətdirək. Əbu İshak. Hardasan Əbu İshak? Mənəm, Kiyan. Səsimi eşidirsən? Mənəm, Kiyan. Özünü mənə göstər. Təhlükə sovuşdu. Biz muzdurları qovduq. Yaxşı bax Kiyan. Xəyalındakı Rüstəmə bənzəyirəm. Həmişə xəyallarımın Rüstəmisən, Muxtar. Rüstəmin gözü kör deyildi. Pəhləvanın bədəninə dəyən hər yara ona yaraşıq verir. Sən bu görkəmdə daha heybətli olmusan. Ağla Kiyan, ağla. Kərbala çölündə öldürülənlər üçün qan ağlamaq lazımdır. Ağla. Sən niyə eşq karvanından ayrı düşmüsən? Yolu itirmişdim Əbu İshak. Əgər sənin kimi bələdçi yolu itirsə, onda nabələdlərin günahı nədir? Yolu bağlamışdılar. Kəsə yolla getdim. Nə qədər çapdımsa çata bilmədim. Mən Kərbəlaya çatanda Günəş nizənin başında idi. Eşqin şərti məcnun olmaqdır. Biz qalmışıqsa, deməli məcnun deyilik. Ey Hüseynin intikamını alanlar! 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 Bu şüarı sən onlara öyrətmisən? Bu şüar sənin qəlbinin arzusudur Əbu İshak. Mən yalnız bir vasitəçiyəm.
Ey Hüseynin intiqamını alanlar! Zindanda gece gündüz bu zikri deyirdim ki, ölmeyeyim sağ qalım və Hüseynin qanının qisası üçün intiqam alım. Bu, Allahın vədəsidir. Tezliklə bütün zalimlar alt üst olacaqlarını biləcəklər. Allahın salamı olsun sizə. Xoş gəlmisən Əbu İshaq. Xoş gəlmisən Əbu İshaq. Etiraf etdirdiniz? Bəli. Şimr ibn Zülcövşənin və Ömər ibn Sədin muzdurlarıdır. Əbu İshaqı öldürmək istirmişlər. Xoş gəlmisən Əbu İshaq. Sənə sığınıram ey Seyid. Dəxiləm ya Muxtar. Qələt eləmişəm Əbu İshaq. Nahaq eləmişəm. Ölənlərimin ruhuna lənət olsun, mən günahsızam. Allah hamd olsun 7-8 baş ailəm var. Ömər Səyid 100 dinar vəd eləmişdi. Yarısını da əvvəlcədən vermişdi. Məni bağışla Muxtar. Kasıb adamın atasına lənət ki 100 dinara aldanır və Küfənin mərd kişiləri ilə döyüşə gəlir. Məni bağışla Muxtar. Nə qədər ki sağam, sənə sadiq olaram. Qalx. Baş üstə Əbu İshaq. Get Ömər İbn Səədə de ki, Muxtar səni öldürməsə ölməyəcək. Gözlərim üstə. Allah qoluna, qılıncına qüvvət versin ki, bu nanəcib adamları ruzigardan siləsən inşallah. Gecə gündüz sənə dua eləyəcəm ki, ürəyinin istəyinə çatasan. Bəsdir, boş danışdın. Tez olun, rədd olun buradan. O da bax, belə mənim gözlərim üstə. Atımı verərsən, rədd olub gedərəm. At döyüşdən qənimətdir. Ged Allaha şükür elə ki, başım bədənindədir. Dilavər, and olsun ki, at mənim deyil. At olmasa, gərək bir il məvacibsiz işləyəm. Al bu 50 dinarı, qənimət götür. Atımı qaytar. Necə də üzdüdür. Rədd olun buradan, nə qədər ki özüm dönməyib. Hay Allah, hay Allah, gözün köpəyim, hay Allah, hay Allah. Tuf sizin dilinizə də, ölünüzə də. Hansı ulaq səsin başına salmışdı, deyirdi belə vuraram, belə öldürərəm, bəs hanı? At bu heyvanların hamısından qiymətlidir müsəlman. Uzun qulağın buynuzu quyruq olmaz. Ha ha ha. Budur 20'si sıraya düzülüb. Axı mən sizə nə qədər dedim ki, ayıq olun. Muxtar elə hiyləgərdi ki, bütün keçidləri tanıyır. Ağa, siz özünüz demişdiniz ki, Muxtar təkdir. Dostlarının gəlməyini güman eləmirdik. Elə cəngimizə keçirmişdik ki, dostları gəlib çıxdı. Boş-boş danışma yaramaz. Başında bir miskal ağıl olsaydı, Muxtarın atının yolunu bağlayardın. Onda bilərdin ki, Muxtar tək tənhadır, tək. Rədd olun buradan, gözüm sizi görməsin, müftəxor dilənçilər. De görüm, neyniyək, hə Şümür? Bu işi gizlində eləmək olmaz. Gərək Muxtarı aşkarda öldürək. Özünü dostlarına çatdırsa, 5-10 axsaqlı ona nə eləyə bilərik? Nə qədər ki Muxtar özünə gəlməyib, ordu tədarük eləyib, işini bitirək. Hansı ordu Şümür? Əskərləri ölümüzün qəbrindən gətirək? De görüm şeyx hansı ordu ilə reyə gedəcək? Məni ələ salırsan anlamaz, mənə rişkənd eləyirsən alçaq. Kərbəlada mən sənin ipinlə quyuya düşdüm. Əgər sən olmasaydın, əlimi heç vaxt Hüseynin qanına bulamazdım. Başa düşürsən? Sən rey mülkünün tamahıyla quyuya düşdün. Mənim ipimlə yox. Hüseynlə müharibə hökmünü sənə verəndə niyə atının başını çəkib getmədin? Axı niyə? Kişi ol, günah eləmsən boynuna al. Mənim əlim ya sənin əlin, ikisi də eyni ölçüdə Hüseynin qanını bulanır. Niyə bir-birinizin canına düşmüsünüz? Muxtar hələ qılınc çəkməmiş, siz bir-birinizi parçalayırsınız. Vay o günə ki qılınc çəkə. Muxtar əlinizdən qaçıb? Yəqin işinizdə zəiflik var.
Oturub işinizin zəif yerini tapmaq əvəzinə didişirsiniz, hə? Xanım, Şeyx Hüseynin qanını boynuna almaq istəmir. Mənə şeyx demə, it xaltası. Buyur. Danışığı söyüş olub. Öməri mənə bağışla Şümür. O bu günlərdə pis xasiyyət, dili acı, xəyalpərəst olub. Bir dəfəlik de ki, dəli olmuşam. Dəli olmasaydın Şümrü bezdirməzdin. Sən və Şümür qayçının iki dişi kimisiz. Bir yerdə olsaz kəsərsiz. Eşitmədin, rey haqqında nəçələnliyirdi? Məni incitmək istəyir. Deməli təkcə dilin dolaşığa düşməyib. Hətta qulaqların da kar olub. Sən Kuf ordusunun əmri deyilsən. Bu orduyla rey mülkünü fəth eləməli deyildin. Kufənin ordusu, hə? Kufə ordusu heç vaxt Kufənin əmrindən icazəsiz yerindən tərpənməz əblə. Səncə mən nə üçün hələ də Kufədə qalmışam? Öz ixtiyarımda olsaydım, indiyədək rey mülkünü çoxdan atımın tapdaq altında qoymuşdum. Ömər haqlıdır Şümür. Küfənin ordusu Ömərin ixtiyarında olsaydı nə dərdimiz vardı? Mən düşünürəm ki, rey imarətinin vədəsi məni şirinlikləndirmək və Hüseynin qətlinə göndərmək üçün bir fırıldaq imiş. Mən ki öz vədəmə vəfa elədim. Bəs nə üçün xəlifə bugün sabaha salır və hökmü göndərmir? Mən rey mülkünün buğdasından belə yeməyəcəyəm. Mən reyin buğdasından yeməyəcəyəm. Bu Hüseynin vədəsidir. Bu Hüseynin vədəsidir. Aşuranın zöhr vaxtı yadındadır Şümür. Sənin yadındadır. Hüseyin bizə nə vəd elədi Şümür? Sənə və mənə? Mən reyin buğdasından yeməyəcəyəm. Hüseyin yalancıdır. Yalancı deyil Şümür. Lap elə düz olsun. Mən ki reyə buğda yeməyə getmirəm ki, bu haqda xəyal etməyim bəsdir. Ha? Arpa çörəyi yiyəcəyəm. Arpa çörəyini özü yiyər, yaman inatkardır. Sakit ol Ömər, sakit ol. Nə qədər ki canında bu xora var, Muxtardan qorxmaq lazım deyil. Elə bu xora sənin canını alacaq. Sakit ol. Ömər, sən xurafat əhli deyildin. Allaha xətir dəli olma. Hüseynin sözü vəhy mənbəyi deyil. Kətin düşdüyünü görüb qaranlıqda bir ox atıb ki, bizi qorxuya salsın və fikrimizdən döndərsin. Hüseyin möcüzə eləyə bilsəydi özünü xilas eləyərdi. Qalx Muxtar üçün bir çarə tapaq. Ona möhlət versək öldürmək də o qədər çətin olacaq. Qoşun bizim ixtiyarımızda deyil cəhənnəmə. Muxtarı öldürmək üçün qəbilələrimizin kişiləri bəs eləyər. Bu şərtlə ki, tələsək və vaxt itirməyək. Şümür haqlıdır Ömər. Quş qəfəsdən uçub. Yenə də dən səpin, tələ qurun, tora salın, ovluyun. Əgər Allahın amanına buraxsaz, bir əf ilan şəklinə düşüb hamımızı öldürəcək. Xəlifəni gör olsun. Muxtarı öldürəcəyik. Xəlifə qələt eləyib bizə gözünüzdə qaşım var deyər. Dublyajın rejissoru Süleyman Fərzəliyev. Tərcümə edənlər Süleyman Fərzəliyev, Könül Cavadova. Səs rejissoru Ülvi İmanov. İnzibatçı Xeyrullah Zeynalov. Dublyajın direktoru Süleyman Fərzəliyev.